Dostlar, salam dostlar, mən Yusuf Xəllov. Bu günləri mən Game Guardian proqramını yükləyəcəyəm. Game Guardian nə işə yarayır? Karparnikdə hız hilələri, sonra 07'nin bəzi maşınların buferini çıxartma lazımlıdır antena qoymağa. İndi mən bu proqramı yükləyəcəm. İstəsəz bufer çıxartmağın qaydasını da göstərirəm. 16 baramaq etməyi də göstərirəm. Mən bu günlərin Game Guardian proqramı yükləməyi deyirəm. Bura yazırıq ki, Game Guardian APK alıyorum burada nədir? Göstərin uzaq. Game Guardian Gamekiler APK. Gücü cami kilir APK endiga basırıq. Sonra gəlir bir iminli bu gəlməsə altdaşın yüklüyün. Mən altdaşını tövsiyə eləyirəm. Amma altdaşı biraz çox çətin deyə yükləməsi. Mən o işləməyəcəyi. Tövsiyəli bu da, amma bu biraz çoxdanın işi. O yüzden siz yuxarıda çıxan qamekiləri tıklayın. Tıklayandan sonra Dovlandaya basırıq. Dovlandaya basdıktan sonra bu endiriləcək. Endirildi dostlar. Endiriləndən sonra gəlirsiniz bura. Mənim faylım. Burada yükləməyə basırıq. Buradan gəlmədisə bir də eləyin. Məndə nəsə gəlmədi. Bir də edəcəyəm. Baxın 2 fayl endirilir. Gələcək. Endirilsin qoy dostlar. Baxın. Baxın dostlar. Buradan mən bir də göstərəcəm. Axıl verin. Bax dostlar. Bir də göstərirəm. Bura gəlirik. GG APK endir. Buradan qamekilə gəlirik. Sonra buradan yazırıq. Dovlandaya basırıq. Dovlandaya basandan sonra dostlar, burada olan bu Dovland APK 30-75 MB endirə basırıq. Mən endirdim gözünüzün qabağında. İndi görürəm. Baxın dostlar. Gəldim mənim faylıma. Gamekiler 2 dənə endirildi. Gamekiler. Baxın dostlar. Baxın. Tıklayır üstüne. Böylece indirilir. Hazır diye basırız. Şimdi ben bunu açmasını da göstereceğim. Şimdi geri bırak. Geri bırak. Wait. Sonra burada uftu diye basırıq. John filmiye basırıq. İcazə verə basırıq. Buradan ifadesine basırıq. Bu işlensin dostlar. İndirilsin. GK Game Guardian Notrot. Burada bir de reklam gələcək dostlar. Eminim sizə də gəlməlidir. Ben bu reklam geçtim. Фирменное юмористическое фэнтези Александры Черчень «Бедствие в Академии драконов». Читайте и слушайте только на Литрес.
Gözün dostlar, qoy reklamımız geçsin. Sonra da loadcaz. Ayarlar. Sonra da buradan güncəllə basırıq dostlar. Gami Guardianın güncəllə sözlə basırıq. Hazırdır. Sonra dostlar. Sonra buradan gəldik. Gami Guardian. Və gördünüz dostlar, gəldi. Qop geçsin. Daşkıpa basmadığınız geçecek. Buradan GG64'ü seçirik. Başlamaya basırıq. Və burada dostlar sizə karpet gəlmədi. Basasınız adi camiye qoy itə. Sonra burada siz Karparniki belə basasınız, açılacaq. Atıldıqdan sonra Karparnikin üstünə basıb girəcəksiniz, sonra bu Fetxanlar videosunda 21 kameranın verəcək. Videomuz bura qədər idi. Sağ olun, salamat qalın.